Dyson Multistyler kontakta endirimlə 1499 manat 99 qəpiyyədir. Cheguei no baile. Quero ver você mexer. Sertifikatınızı. Seyid Məmmədov, doktor Seyid Məmmədov, doktor Seyid Məmmədov. Yaşayacaq xəstəmiz. Bir söz deyin, xahiş edirik. Köməkli eləyin xəstəyə. Xoş gördük millət. Bugün Zeydin oxuduğu oxu tədris mərkəzindəyik və mərkəzin tələbələri ilə bir yerdə geyirik Kinderləndə. Daxil olduq içəri, görək nə yerdir. O qədər məşğuliyyət var ki, bilmirlər hansından başlasınlar. Birinci uşaqlara kupon təqdim olundu və bu kuponlarla Kinderləndə istifadə olunacaq pul verildi. Yəni kindi. Varlı deyə Zeyd varlanıb gedirlər uşaqlar xərcləməyə. Gəlin ilk başlayaq çay diyarından. Abda pul xərcləyirik, amma elə yerlər olacaq ki, pul qazancaq. Qazandığımız pulları da müxtəlif fəaliyyətlərdə xərcləyəcək. İndi abda uşaqlar çay yığacaq. Yavaş-yavaş yarpaqlarını qoparıb atın səbətin içinə. Çaylarımızı dəririk. Nə qədər çayımız oldu görün və çay yarpaqlarımız. Səbətlərdə gördüklərinizi rəflərə yerləşdirməliyik. Bu gördüyünüz qara çaydır. Bundan 3 qaşıq qabınıza əlavə edin. Bu 3. Açdırma. Zeydon qoxusuna bax, gör necədir? Bu qızıl güldür. Uşaqlar fərqli çayları birləşdirib qəşəng miks hazırladılar. Bana çayım hazırdır. Qəşəng oldu. Evdə dəmləyərsən atı içər yaxşı. Artıq bununla yəqin çay fabriklərində işləyə bilərlər uşaqlar. Sertifikatın Zeyd. Təbrik eləyirəm. Çay zavodunda işləyə bilərsən artıq. Hələ bu da o qədər işlər var. Təzə işlər öyrənəcək. Gəlin. İndi bu da yanğını söndürən işləyəcək. Deməli dostlar, yanğın söndürənlər, yanğınları söndürən və insanların həyatlarını xilas edən cəsur qəhrəmanlardır. Bu da deməkdir ki, biz bugün hamımız birlikdə əsl qəhrəman olacağıq. Ay sağ ol. Gəl dostum, kaskalarınızı taxarsın. Ay sağ ol. Əynimizi giyindik, indi yanğın söndürmək öyrənəcək. Ay sağ ol, tələsmə. Xəbər gəlibdi, şəhərdə harasa yanır, tez geriq söndürməyə. Söndürməyə gedirsən, hazırsınız uşaqlar?
O yağın yanır. Cəld olun, qaç, tez söndür, tez. Tez. Cəld olun dostlar, hər yeri soyun. Tez olun, hər yeri söndürün, tez. Zeyt, boğulduq Zeyt. Dostlar, qapı yanır, qapını söndürün, cəld olun, tez olun. Aferin dostlar, yanğını söndürdük, əla. Şükür. Ha bu işi də gözəl bir şəkildə bitirdik. Bu nədir Zeyt? Pul. Maaş verdilər yanğın söndürdüyünüzə görə. Bəli. 3. Zeyt ilk maaşını sayır. Burada neft çıxardacaq uşaqlar. Deməli biz ilk öncə nə edirik? Nefti araşdırırıq ki, görək harda neft yerləşir. İndi uşaqlar neft axtarıb onu çıxardacaqlar. Sən zəhmət olmasa qırmızı düyməni bas, aç. Yes, neft tapdıq, neft. Dostlar, sizdə neft hardadır orada? Xeyr dostum, ora qayadır. Gördünüz neft hardadır? Nefti tapandan sonra keçdik digər otağa onu çıxarmağa. İndirin dostlar. Aferin. Baxın indi kamerada da göstərir və qazma qurusunun özü də yeri qazmağa başladı. Dartıb soğururuq yerin altından nefti. Aç. Dostlar gördünüz? Artıq çıxartdığımız neft gəldi. Asıl neft. Bəli, əsl nefti. Demək dostlar, baxırsınız buradan süzülməyə başladı. Buradan süzülən artıq təyyarə yanacaqdır. Biz bunları nə edirik? Təyyarəmiz üçün istifadə edirik. Qəşə işlədik, maaş almaq vaxtıdır. Pulumuzu alıb yollandıq növbəti işimizə, yəni təyyarə sürməyə. Pilot davaya da pilot. Bu nədir ya ta? Qəşəkdir. Hə. Hal-hazırda Dəniz Molda görünən bu təyyarənin içində yox. Otur Zeyid. Uçur mu? Dön. Aşağıya gedək, aşağıya. Bak ata yuxarı, dünyanın yuxarısında yaxayıq. Elə bir şeyin Uçur mu ya? Məşhur pilotlar səyahətdən qayıdırlar. Uşaqlar acmışkən elə yollandıq pizza bişirməyə. Acmısan Zeyid? Hə. İndi özüm bişirib yeyərsən, yaxşı. Mən də acmışam, bişirərsən mən də yeyim, yaxşı. Aba. Ha bu da qazandıqları pullardan ödəniş eləməlidirlər. Əllərimizi yuyuruq çünki yemək bişirəsiyik. Bildin, təmiz olsun əllərimiz. Zeydin fartoku. Yarışdan Zeyd. Cından oldu be. Zeyd niyə unlayırıq taxtamızı? Xəmir yapışmasın taxtaya. Ay, sol, Allah. Qəşəng xəmiri unlayırlar. Sonra da xəmiri bəh sıxıb yayırlar. Mən biraz uzun eləyəcəm atam. Ha, elə. Ay, sağ ol Zeyd sozunu vurdu. Gəl, ətrafına yavaş dağıtma. Nədir Zeyd? Pendir. Aha, pendirimizdir. Zeyd qallan pendirimizi qəşəng yayırıq. Sən pendir sevirsən? Hə. Qıraqları yayılır. Pomidorlarımız. Göndərdik, getdi bişməyə. Bəh, pizzamız bişir. Aşpazlarımız yorulub, pizzalarını veriblər pişməyə, gözləyirlər. Margarito pizza, delicio bellissimo. Yeməklər çıxdı, pizzalarımız hazırdır. Zeydin pizzasını. Xoşuma gəldi pişirdiyin şey, hə? Necədir? Yaxşı. Yaxşı pişir? Uşaqlar, necə hazırlamısınız? Xoşunuza gəldi tamam, Bəli. yaxşıdır? Allah. Görsən özü hazırlayanda necə dadlı olur. Bir dənə tamına baxım görüm nətər pişir. Zeydin pizzasını. Qəşəngdir. Xəmiri, pendiri dadı da əsas odur. İndi gedirik arxeoloji qazıntılar aparmağa. Zeyd bax, görsən dinozavrumuz var, quyruğu yoxdur. Quyruğunu axtaracaq, görək hardadır quyruğu. Bəli, yox, quyruğunu. Tapsaq heç də muzeyə qoyacaq. Heyecanlısınız dostlar. Evet. Maraqlıdır. Qalxmayın, normal. Qorxmam ki. Gəlin bura, girək bura. Haradır belə? Okum adası. Uşaqlar qazıntı üçün lazım olan şeyləri götürdülər və başladılar qazıntılara. Axtarın. Kim yaxşı şeylər tapsa muzeyə qoyulacaq. Axtarın. Nə tapdın? Nədir o? Nəsə qədim bir daşdır. Axtar Zeyd, axtar. Axtaran tapar devizi ilə davam edirik. Bir şey tapdım. Aferin sənə, əla. Ana tapdım. Ben tapdım onu ben. Qırğın düşdü, arxeoloqlar qırğın eləyir. Çox şeyli abı Məryəm balamız tapdı. Məryəm nə tapdın? Aferin sənə, əla. Tapa bilmirəm heç nə.
Zeyd səndə nə var? Məryəm Zeydə hədiyyə verdi. Yazıq Zeyd heç də tapmadı deyə. Çox sağ ol. Bağı bir dənə. Hindu uşaqlar qazıntılardan tapdıqlarına baxırlar. Qədim Misir vannası. Təmizləyin. Təmizləmişəm də qol. Qəşəng təmizlə. Bu da yaxşı təmizlə. Aha, qoy. Mırmırım nədir? Muzeyde. Şimdi hamı bir tapıntıları bir koyacak bura. Oran açın. Gelin burada dostlar. Uşaqlar tarixi tapıntılarını qoydular muzeyə. Yaxşı işlədıqları üçün indi də maaşlarını alırlar. Qararsan Zeyd. Minecraft oynayıram. Bunca ancaq driftdir Talih müəllim. İndi də gəlmişik yoğurt zat hazırlamağa. Habda da məhsul almaq üçün qazandıqları puldan xərcləməlidirlər. Yəni habda bəzi fəaliyyətlərdə pul qazansan, bəzi yerlərdə də o xərcləyirsən. Yoğurta nə qatmalıyıq şirin olması üçün? Peso. Şəkər yəni. Bəs qəşəng iyi gəlsin deyə. Vanil. Nə? Vanil. 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 Haş. Ən əsas nə olur? Süt. Düzəltdiklərini tökürlər mikserə. Cıqqan meyvə əzməsi hazırlayana qədər də elə yarsan yedilər. Dostlar sıra eləyin. Zeytüş, nədir bu çiyələkdir gördün? Yoğurtu hazırla sən də bunu. Ay sağ ol. Yoğurt qabımızın etiket kağızı. Tökdük, qaçışdırdıq, hə? Görə nə alınır? Süt. Yoğurt alınır, amma çiğ meyvəsi. Azı qatığı oxşayır. Yoğurtdu da amma. Yoğurt tam hazır olana qədər uşaqlar televizora baxdılar. Sonra da tam hazır yoğurtlarını götürdülər. Təhət hazırladığındır çiyələkli. Bəbə. Uşaqlar necədir? Yaxşı. Yaxşıdır. İndi də geyək görək başqa nə tapırıq. Habda sıradan çıxmış maşın təkərlərini tez yenisi ilə əvəz eləmək lazımdır. Hə. Əla. Əlasan. Zeyd yeni təkərlər buradadır. Götür, ay sağ ol. Tez dəyiş onu tax. Ay sağ ol. Zeyd hamıdan tez bağladı, hələ getdi başqalarına da kömək elədi. Onu yarışlara götürmək olar. Bu birini də gətirdi. Əla. Maşından çıxıb yollandıq həkim olmağa. Bu nədir? Bilirsiniz? Nə üçün? Ay, sağ ol. Gəl bunu yoxlayaq Məryəm. Gəl Zeydin ürəyinə qulaq asaq görək. İşitirsən? Hə. Bu nədir Zeyd? Yoxlamaq. Bu nə? Qızdırma. Ay, sağ ol. Bundan qızdırmanı ölçürlər. Gəl Abdullahın qızdırmasını yoxla. 36.3. Bana dostum, bu qızdırma normal qızdırmadır. Yaxşı? Doktor Zeyd Məmmədov, xəstəmiz var. Tez, gəlin. Bizim xəstəyə kömək olun, tez. Doktor Zeyd Məmmədov yaşayacaq. Baxırsan pulun miqdarına. Fakirlər ölməlidir. Doktor Zeyd Məmmədov, yaşayacaq xəstəmiz. Bir söz deyin, xahiş edirik. Köməkli eləyin xəstəyə. Tez. Xəstəmizin vəziyyəti heç yaxşı deyil. Qızdırmasını yoxla. 58 zəhmət olmasın. 36-2. Bir də. Xışıltı eşidirsən? Sizin ciyərlərinizdə yüngül problemləriniz var. Yaban bəy, arxain olun Zeyd Məmmədov ən tanınmış həkimlərdəndir. Ən Hər həkimə güvənir. Sağ əlinizdən, Əzgin çox yuxarıdır. Xəstəmiz yaşayacaq doktor. Yaşayacaq arxaya olar. Bu dəyərli həkimlərimizin sayəsində siz yenə də bizimlə xəstəxanaya yaxınlaşır zəhmət olmasın. 5 manat. Xəstə özünə gəldi, hə? tutulmayan həkim. Ay həkimlər, xəstədən qabağa özümüz səmiyimiz. Xəstəyə mindirin də birinci. Əsas həkimlərin maaşı idi, onu da aldılar. Dəyərli izləyicilər, ha bura Dəniz Molda yerləşən Kinderland uşaq əyləncə mərkəzi idi. Çəkilişə icazə minnətdarlığımı bildirirəm. Oxu tədris mərkəzi xüsusən Talih müəllimə də təşəkkürümüzü bildiririk ki, balacaların qayğısına qalır, onların gözəl təhsil alıb yetişməsinə səbəb olur. Şirin.